Heç demə, varlı adamlar pul müqabilində və əyləncə üçün insan ovuna çıxırmışlar. Bəli, səhv eşitmədiniz əziz izləyicilər, heyvan yox, insan ovuna. Çox dəhşətli bir faktdır, amma həqiqətdir. Hər vaxtınız xeyir, qısa başlığı ilə qarşınızdayım. Məlum olub ki, dünyadan, xüsusən də Avropadan olan çox varlı insanlar küllü miqdarda pul ödəyərək sadəcə əyləncə xətrinə gedib snayperlə insanları güllələyirmişlər. Belə dırnaqarası ovun qiyməti ovlanan insandan asılı olaraq 80-100 min avrorası dəyişirmiş, ən bahalı qurban nə qədər dəhşətli səslənsə də uşaqlar sayılırmış. Qocaları isə pulsuz ovlamaq olurdu. Dəhşətlidir, düzdürmü? Bu hadisə Bosniya və Herseqovinanın paytaxtı, o dövrdə Bosniyalı Serb qüvvələri tərəfindən mühasirəyə alınmış Sarayevada baş verib. Almaniyanın dünyaca məşhur media dərgisi Deutsche Welle İtaliyada bu dəhşətli insan ovu ilə bağlı istintaqın başlandığını, hətta mülki insanlara atəş açmaq üçün gələn bu cür dırnaqarası turist snayperlərin işi üzrə ondan çox saxlanılanların olduğunu yazıb. İstintaqa şahid qismində ifadə verən bir ailə bir neçə aylıq körpə balasının onların gözü qarşısında snayperlə necə vurulmasının şahidi olublar. Halbuki snayper uşaq arabasında olan körpə əvəzinə onları, yəni böyükləri hədəf olaraq seçə bilərdi. Belə çıxır ki, Sarayevoda insanovu həqiqət imiş. Şəhərin 4 il mühasirəsi zamanı 1601 uşaq da daxil olmaqla 11 mindən çox insan həlak olub. İnsan ovçularına qarşı istintaq İtalyan jurnalist və yazıcı Ezio Gavazzinin açıqlamasından sonra başlanılıb. O uzun illər topladığı sənədləri və ifadələri prokurorluğa təqdim edib. İtaliya belə bir məhkəmə araşdırmasına başlayan ilk ölkədir və yaxın vaxtlarda ittiham olunanların konkret adları açıqlana bilər. Bax belə əziz izləyicilər, videonu bəyənib paylaşmağı, həmçinin yeni və maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı da unutmayın. Özünüzdən müğayət olun.